Bismillah, elhamdülillah və salatu və salam alə Rasulillah və bə'd. Kimin belə övladı varsa, elhamdülillah, xoş onun halına. Əbu Hüreyrə radiyallahu anh zikr etmişdir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu. Allah azze və cəllə cənnətdə əməli salih qulunun dərəcəsini artıracaq. Və həmin qul deyəcək, ey Rəbbim, bu mənə hardandır? Allah azze və cəllə buyuracaq, övladının sənin üçün bağışlanma diləməsinə görədir. Allah azze və cəllə övladlarımızı əməli salih qullarından etsin. Bizlərə də övladlarımızın əməli salih yetişməsində üzərimizə düşənləri haqqı ilə yerinə yetirməyi nəsib etsin. Allahumma amin. Bir də sizə Allah azze və cəllənin haqqında iddia qaldıracaq 3 kəsi zikr edəcəyim. Yenə Əbu Hüreyrə radiyallahu anh zikr edir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə dedi. Allah buyurur, qiyamət günü mən 3 adama qarşı iddiaçı olacağım. 3 adama qarşı Allah iddiaçı olacaq. 1. Allahın adından and içib, sonra andını pozan adama qarşı Allah iddiaçı olacaq. 2. Azad insanı qul kimi satıb pulunu yeyən adama Allah iddiaçı olacaq. 3. İşçi tutub ondan işini tamam kamal yerinə yetirməyi tələb edib, axırda da zəhmət haqqını verməyən adama qarşı Allah azze və cəllə iddiaçı olacaq. Allahın intiqamından kim canını qurtara bilər ki? Allah azze və cəllə bizlərə öz dinini özünün razı olduğu kimi yaşatsın. Allahumma amin. Subhanaka Allahumma və bihamdik. Əşhədu ən la ilahe illə ənt. Əstəğfiruka və atubu ileyk.